Qədr surəsi Məkkədə nazil olmuşdur. 5 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Həqiqətən biz onu Qədr gecəsi nazil etdik. Ya Peyğəmbər, sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək hər bir işdən dolayı Allah dərgahından əmrlər alaraq və ondan hali olaraq yerə inərlər. O gecə dan yeri sökülənə kimi büsbütün salamatlıq, əmin-amanlıqdır. Qədr gecəsi heç bir bəla nazil olmaz. O bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır.